İşçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının bülletin pulu adlandırdıqları ödənişdən gedir. Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib. Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, dəyişikliyə qədər qanunvericilikdə sözü gedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil edilmirdi. Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60%, 80% və 100%-ə qədər hesablanırdı. İndi qaydaların 2.16-cı bəndinə əsasən bu 100% həcmində bütün sığorta olunanlar üçün ödəniləcək. Qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil olunur. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işə götürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır.